yanma, göynəmə, ağızda acılıq, keçməyən köp şikayəti. Ay doktor, mənim ödüm yoxdur. Deyirəm ki, anam, öd kisəniz yoxdur, öd var, öd var. Kürəkdə olan ağrılar, xüsusən də sağ kürək sümüyünün altında olan ağrılar, döş qəfəsində olan ağrılar belə öd kisəsinin əlaməti ola bilər. Öd yumaq deyə bir şey yoxdur. Bu ödü kim yuyur? Hansı dünyada baş verir bu? Bu öd kisəsi çıxandan sonra bunlar daha da rahatlayırlar. Ay nə gözəl, neçə vaxt yeyən kimi ağrım oldu. Elə mən elə yeməliyəm. Bir də görürsən ki, aha, sarılıqla gəlib xəstə. Hətta yeməyin dalınca belə özümüz getmirik. Xəyla xanım, mənim ailəmdə də var. Hər gün paketlənmiş qidalar gəlir, fast foodlar gəlir. Kəndlərdə yaşayanda o qoyunu doğrayırdılar, kəsirdilər, bişirirdilər, yeyirdilər. Qab-qaşığı da gedib bulağın başında yuyurdular. Hərəkət var idi. Hər gün səhər ac qarnına şirin çay içilir. Evdə 2-3 dəfə həftədə pirajki bişir, xəngəl bişir, düşbərə bişir. Öd daşları sürətli çəki verənlərdə yarana bilir. Zaten öddə qatılıq varsa bu artıq gələcəyin daşıdır. Xoş gördük hər birinizə dəyərli dostlar, dəyərli izləyicilər. Bugünkü mövzumuz öd xəstəliklərdir. Ümumiyyətlə bilirəm ki, hər bir ailədə öd xəstəliklərlə bağlı problemi olan insanlar var və istədim ki, bugün müsahibəmizdə öd xəstəliklərlə bağlı, öd problemləri ilə bağlı sizi maraqlandıran suallara cavab tapaq. Studiyamızın qonağı, hamımızın yaxından tanıdığı dəyərli həkimimiz Nazlı xanım Qasımovadır, qastrentolog, hepatolog. Xoş gördük Nazlı həkim. Çox sağ olun dəvətiniz üçün. Sizlə də müsahibə etmək xoşdur. İnşallah çox maraqlı olar, insanlar üçün faydalı olar. Nazlı xanım, adətən həzmsizlik, köp, yaxud da ki, qurd problemi olan insanlara ilk növbədə ödünü yoxlatdırmaq tövsiyə olunur. Ümumiyyətlə, öddə problem olduğunu göstərən əlamətlər nələrdir? Öd kisəsinin tutaq ki, iltihabı, yəni öd xəstəlikləri ən çox sağ qabırğanın altından kürəyə verən ağrılar, bax bu əlimi qoyduğum yerdən, sağ qabırğanın altından kürəyə verən ağrılar, ürək bulanma, qusma, köp, gəyirmə, bütün bu əlamətlərlə özünü göstərə bilər. Bəzən olur ki, heç epigastral ağrı olmadan kürəkdə olan ağrılar, xüsusən də sağ kürək sümüyünün altında olan ağrılar, döş qəfəsində olan ağrılar belə öd kisəsinin əlaməti ola bilər. Mənim başıma gəlibdir, belə bir gənc xanıma bizə müraciət elədi. Dedi ki, özdə bizim yaxın belə qohumdur. Bu yaxınlarda da ultrasəs müayinəsi olubdur, ödündə daş falan yoxdur, amma kürəkdə olan ağrılar var. Fizioterapevtə yönləndirdik, revmatoloji müalicələr aldı, ağrılar keçmir. Bizə müraciət etdi, bir dəfə də ultrasəs müayinəsi eləyib, baxdıq ki, öd kisəsi daşla doludur. Çünki təzə ailə qurmuşdu və çəki vermişdi sürətli. Çünki öd daşları sürətli çəki verənlərdə yarana bilir. Və öd kisəsi təbii ki, çıxarıldı, cərrahi əməliyyat olundu və bundan sonra xəstənin şikayətləri keçdi. Yəni, ağrılar artıq çox atipikdir. Yəni, xarakterik olmayan ağrılar çox görürük. Ona görə mütləq hər tərəfli bir anamnez toplamaq önəmlidir xəstədən. Sürətli çəki vermə zamanı öddə daş necə formalaşır? Sürətli çəki vermə zamanı necə formalaşır? Bunlar aclıq elan edirlər. Təbii ki, yağlı yeməklərdən imtina edirlər belə xəstələr. Səhər yağdan imtina edirlər. Yağlı yemək günorta və axşam da yeyilmir. Ödün işi nədir? Yağları emulsiyalaşdırmaqdır. Əgər 12 barmaq bağırsağa yağ və yaxud da yağlı möhtəviyyat daxil olmursa, öd heç bir iş görməyəcək. Öd ifrazı olmayacaq. Öd kisəsində qalacaq. Çünki öd kisəsinin vəzifəsi ödü qatılaşdırmaqdır. Konsentrasiyasını artırır, hazır öd möhtəviyyatını hazırdır ki, buraxsın 12 barmaq bağırsağa. Əgər ora yağlı qida gəlmirsə, öd orada qalır, istifadə olunmur. Uzun müddət aclıq. Və istifadə olunmayanda da ödün tərkibində nə var? Əsasən öd turşuları, su, vitaminlər və əsasən də xolesterin var. Ödün əsas tərkibi. Və bu zamanda o xolesterin dənəcikləri bir-birinə yapışaraq öd kisəsində poliplərin və yaxud da ki, daşların yaranmasına səbəb ola bilir. Yəni, uzun müddətli aclıq öddə durğunluq yaradır ki, bu da arxasınca başqa problemləri yaradır. Yəni, rasionumuzda yağdan imtina etməyək. Olmaz. Yağdan imtina etmək olmaz. Ümumiyyətlə, bütün proteinlər, karbohidratlar, yağlar, bunların hamısı orqanizm üçün vacibdir.
Biz sadəcə dəngəli bəslənməliyik. Biz sadəcə miqdarını azaltmalıyıq. Nəyi nə zaman yeməli, onu bilməliyik. Biz nəyə görə deyirik, protein ağırlıqlı qidalanmaq lazımdır? Zülallar çünki orqanizm üçün çox vacib maddələrdir. Albumin, zülalı, proteinlər, bunlar orqanizm çox vacib. Bütün maddələr mübadiləsində iştirak edirlər demək olar ki, və əgər normada protein qəbul edirsə və az karbohidrat, az yağ, biz çəki də almayacağıq. Çünki biz enerji sərf edirik. Bu enerji üçün, əzələlərimiz üçün, maddələr mübadiləsi üçün enerji lazımdır, qidalanmamız vacibdir. Aclıq orqanizm çox ziyanlıdır. Bəli. Onda gəlin belə bir sual verək. İzləyicilərimiz üçün də yəqin bu maraqlı olar. Hansı səhv addımlarımız, etdiyimiz hansı səhvlər məhz öddə daşın yaranmasına səbəb olur? Xüsusilə səhər yeməklərindən imtina eləmək, maye qəbulunu azaltmaq, heyvani yağlardan çox istifadə eləmək, qoyun ətindən aşırı istifadə eləmək, qırmızı ətdən aşırı istifadə eləmək. Bax, bunlar hamısı bizim öddə daşın yaranmasına səbəb olur. Çünki xolesterin ən çox heyvani yağlarda olur. Bir də aşırı karbohidrat qəbulu, şəkər qəbulu. Biz aşırı şəkər qəbul ediriksə, bu artıq şəkərin bir hissəsi də sadə dildə desək, orada yağlara çevrilə bilir və artıq çəkiyə səbəb olur. Pi halında toplanır qaraciyərdə, digər orqanlarımızda. Ona görə mütləq dəngəli bəslənməliyik. Səhərlər protein ağırlıqlı qidalanmaq, yumurtadan, süddən çox istifadə eləmək, şəkər tamamilə az, xüsusən də şirin çaya toxunmaq istəyirəm ki, bizim rayonlarda xüsusən hər gün səhər ac qarnına şirin çay içilir. Təsadüfi deyil ki, bu qədər uşaqlar arasında diabet artıb, bu qədər böyüklər arasında diabet artıb. Vallahi bayaq biz sizlə reklam arasında danışırdıq ki, mən Hüseyn Cavid prospektinə yaxın oluram. Bir Hüseyn Cavid prospektində onlarla şirniyyat istehsal eləyən, belə deyək də, satan mağazalar var. Və bunların hamısı da alınır. Həddindən artıq şirniyyat qəbulu bizim artıq çəkiyə, yağlanmamıza, elə öddə daşı da səbəb ola bilər. Şirniyyat, karbohidrat qəbulu bizim millətdə ən çoxdur. Düzdür, yağlı yeməkdə var təbii ki. Bütün, xüsusən cənub zonasında, mən Lənkəran cənub zonasında düyü, pulovlar hər gün demək olar ki, bişir. Qızartma, qovurmalar hər gün bişir. Məsələn, Naxçıvanlılar da qovurmadan çox istifadə edirlər. Yəni, bu bizim mentalitetdə var. Amma təbii ki, bundan az yemək və çəkimizi qorumaq ən önəmli faktordur. Amma çox təəssüflər olsun ki, bizim yemək mədəniyyətimiz həddindən artıq günahlıdır, həddindən artıq qüsurludur. Millət olaraq dəyişməliyik. Mən hər zaman bir söz deyirəm ki, genetik xəstəliyi mən qəbul etmirəm. Məsələn, şəkərli diabet xəstəsi olan ananın qızı da deyir ki, mən də şəkərli diabet olacağam. Doktor, mənim anamda da onsuz da var. Deyirsən ki, artıq şəkiniz var, gizli şəkəriniz var qabağınızda. Doktor, onsuz da bizdə genetik var. O zaman deyirəm ki, vallah, sən uşaq vaxtı olanda səni götürüb bir, nə bilim, fransızın ailəsinə versəydi, bir alman ailəsinə versəydi, mən burada fransız-alman ailəsi üstündür demirəm. Yəni, təbii ki, bizim dəyərlərimiz, milli dəyərlərimiz bütün dünyada ən üstündür bizim üçün. Sadəcə yemək, qidalanma mədəniyyətimizi deyirəm. Onlar şəkər olmayacaqlar. Çünki bu uşaqlar anadan olandan, ana necə yeyirsə, uşağı da elə qidalandırır. Evdə 2-3 dəfə həftədə pirajki bişir, xəngəl bişir, düşbərə bişir, unlu məhsullardan çox istifadə olunur. Hər gün ana evdə qəşəng çörək bişirir və çox yeyilir və uşaq belə böyüyür. Və yaxud da səhər şirin çay, uşaq belə böyüyür, artıq gezir öz ailəsində də ana olaraq öz uşaqlarını elə qidalandırır və yaxud da kişilər də öz xanımlarından bunu tələb edirlər. Mənim mamam qəşəng qutab bişirirdi. Yəni biz belə görmüşük və beləliklə bu adət-ənənələr gedir. Bu da genetika deyirik biz buna. Əslində bu zənciri qırmaq olar. Hər kəs öz ailəsindən, öz stolundan, öz mətbəxindən başlayaraq bu zənciri qıra bilər. Yəni doğrudan da az qidalanmaq sağlamlıqdır deyə bilərik. Adətən bu cür mövzulara toxunanda izləyicilər yazır ki, bəs bizim nənə-babalarımız da, onlar da çörək yeyiblər, şirniyyat yeyiblər, yağlı yeməklər yeyiblər, düzdür, mənə də verirlər bir quzu yeyiblər. Yəni onlara heç nə olmayıb, bəs niyə bizdə bu xəstəlik? Bəli, onlara bir şey olmayıb. İndi də elə yeyən adamlar var. Rayon yerlərində, kət yerlərində. Çünki çox hərəkət edirlər Xəyalə xanım. Oturaq həyat tərzi.
aktivliyimizin aşağı olması, bu qədər hər kəsin hər şeyi sosial olaraq telefondan, nə bilim, onlayn olaraq idarə etməsi. Hətta yeməyin dalınca belə özümüz getmirik. Xəyla xanım, mənim ailəmdə də var. Hər gün paketlənmiş qidalar gəlir, fast foodlar gəlir. Hamının ailəsinə bunlar zakaz olunur. Yəni bilirsiniz də, çatdırılma xidmətlərindən. Onun dalınca belə getməyə ərinirik, divanda otururuq, bu gəlir, qəşəng biz yeyirik. Yenə otururuq. Onu da tulluyuruq qıraq, yenə otururuq. Bax buna görədir. Bəli, kəndlərdə yaşayanda o qoyunu kəsən var idi. O qoyunu doğrayırdılar, kəsirdilər, bişirirdilər, yeyirdilər. Qab-qaşığı da gedib bulağın başında yuyurdular və belə çox hərəkət edirdilər. Dalında durub qoyun quzunu otarırdı və yaxud da mal-qaranı saxlayırdı və yaxud da hərəkət eləyirdi, əkinçiliyinlə məşğul olurdu. Hərəkət var idi. Bu qədər hərəkətsizlik yox idi. Biz əgər yeyib nə qədər hərəkət etmiriksə də, bu bəla bizlə gələcək. Obezitə, artıq çəki, ürək-qan damar sistemi xəstəlikləri, qaraciyər yağlanması, qaraciyər sirozu bizim sahədə bu davam eləyəcək. Bu hərəkətsizlik doğrudan da çoxdur aramızda. Düzdür, biz hərəkəti tövsiyə edirik və son zamanlarda çox sevindirici haldır ki, görürsünüz, bulvara gedirik, parklara gedirik ki, insanlar kütləvi sürətdə hərəkət edir. Bu çox sevindirici haldır. Bunu uşaqlarımızdan öyrətməliyik. Hətta gözün belə sağlığı üçün idman və hərəkət önəmlidir. Uşaqlarımızı idmana cəlb eləməliyik, ailəlikcə yürüməliyik və bu zaman doğrudan da biz sağlamlığa qucaq açmış olarıq. Öd xəstəliklərindən davam eləyək. Ümumiyyətlə öd daşı yaranıbsa, bu mərhələdə biz nə etməliyik? Əməliyyat mütləqdirmi, yoxsa müalicə ilə problem həll Bu hər zaman bir qlobal bir sualdır. Bu yaxınlarda mənim bir xəstəm əgər eşidəcəksə indi güləcək. Çünki kəskin xolesistitlə gəldi. Kəskin xolesistit nədir? Yəni öd kisəsinin kəskin iltihabı. Bu zaman ultrasəs müayinəsində öd kisəsi şişmiş, hidropik, öd kisəsinin divarı kəskin qalın, qan analizində CRP yüksək, leykosit yüksək, iltihabi durumdur. Və xəstəyə dedim ki, siz əməliyyat olmalısınız. Yəqin ki, eşidir məni. Yox, mən əməliyyatdan qorxuram, panikam var, təşviş var. Biz müalicə eləyək. Mən düzdür, xəstənin özünün razılığı ilə və biz burada həkim dentologiyasını gözləyərəkdən və yaxud da ki, özümüzü sığortalaraqdan bu qanun şəklində yazırıq ki, bəli, özünüz istəmədiniz, bu müalicəni eləyin, amma hər zaman tətikdə qalın, ağrı şiddətlənərsə mütləq həkimə müraciət eləyin, bizə də olmasa cərrahla əlaqə saxlayın. Və aradan bir həftə keçmişdi, mənə yazdı ki, Nazlı xanım, sizin müalicələrinizə görə mənə çox sağ olun, hələ də səs yazısı durur. Siz nə yaxşı antibiotikləri mənə başlamısınız, mənə çox pis ola bilərdi. Mən elə bir həftə sonra yenidən bir ağrı şiddətləndi, mən cərraha getdim. Amma düzdür, iltihab yox idi, amma mütləq biz əməliyyatı elədik. Yəni əməliyyatdan çıxış yoxdur. Yəni onu demək istəyirəm. Əgər ağrı 2 dəfə tutubsa da, pristup veribsə də, bunu vaxtında əməliyyat etmək lazımdır. Çünki ağrılaşma ola bilər, peritonit ola bilər, daha ciddi fəsadlar verə bilər. Bir də niyə biz bunu həmişə tövsiyə edirik? Öd kisəsində daş var, elə? Və bu daşlar öd yoluna düşə bilər. Çünki öd kisəsidir, öd yoludur, axır 12 barmaq bağırsağa. Əgər o daş öd yoluna düşəndə, bu zaman kəskin ağrılar, sarılıq, ürək bulanma, qusma, dözülməz. Bu zaman xəstə 2 dənə əməliyyat olur. Bir, LCP dediyimiz endoskopiya kimi ağızdan gedir, o bağırsaqdan o daş çıxardılır. Ondan sonra da öd kisəsi çıxarılmalıdır. Bəzən bir yerdə, bəzən 2-3 gün arayla planlı şəkildə olunur. Yəni 2 əməliyyat olmayasınız deyə. Əgər öd daşı həm simptom veribsə, həm pristup veribsə və daşlar çoxdursa, öd yoluna düşmə ehtimalı varsa, mütləq vaxtında əməliyyat olmaq lazımdır ki, bu öd yolunda da daş yaranmasın. Adətən öd daşı problemi olan insanlar Türkiyə çayı üsullarına da əl atırlar. Hansısa bitkinin çayını dəmləyib içmək dediklərinə görə kömək edir. Xəyla xanım, yaralı yerimə toxundunuz. Hətta doktor, bu öd daşımı əritmək olarmı? Doktor, bu öd yolunu yumaq olarmı? Mən bir dəfə yuduzdurmuşdum. Sonra mən getdim ki, tərtəmizdir, sonra bir də yarandı. Baxın, əgər öddə qum dediyimiz xolesterin mübadiləsi pozulubsa, artıq öd qatılığı, qum varsa, daşa əmələ gəlmək meyillisə, bu bədənin içindən maddələr mübadiləsindən, orqanizmada gedən bir prosesdir. Biz yeməyimizi dəyişmiriksə, biz həyat tərzimizi dəyişmiriksə, biz o daşın yaranmasına səbəb olan etkenlər, tutaq ki, lipid mübadiləsinə baxmamışıqsa, yüksək xolesterini salmırıqsa, şəkəri salmırıqsa, analizlərdə yüksək çıxıbsa, triqliseridlər yüksək çıxıb onu salmırıqsa, biz
ödü yumaqla nə əldə edir? Birinci, öd yumaq deyə bir şey yoxdur. Yəni belə bir dünya yoxdur. Belə bir ümumiyyətlə bu ödü kim yuyur? Hansı dünyada baş verir? Bu yuyan həkimlər kimlərdir? Mən onu bilmirəm. Elə bir şey yoxdur öd yumaq. Və biz bu zaman, bəli, mən deyirəm ki, əgər qumdursa, qatılıqdırsa, mən bu müalicə eləyəcəm, qoymayacam öd daşı olsun. Öd daşının qabağını ala bilirik. Bu zaman bu qatılığa səbəb hər şeyi yoxlayırıq. Altda yatan səbəbləri, xəstəmizə pəhriz veririk və qəşəng dərmanlarımız var bizim. Biz onu veririk. Lakin həmin dərmanlar öd daşı olanlarda əks göstərişdir. Çünki o daşı tərpədib öd yoluna sala bilər. Yenə bayaq dediyimiz ikincili fəsad yarada bilər. 2 əməliyyat ola bilərlər xəstələr. Çünki bəzən xəstələr elə şeylər istəyirlər ki, bunlar həkimlərin əlində deyil. Ağızdan ağıza gəzən miflər, yanlışlar və bunlara inanırlar. Bizdən də bunu tələb edirlər. Bu da doğru deyil. Həqiqətən əgər öd palçığı varsa, öddə qatılaşma varsa, altda olan səbəblər baxılıb, müalicə olmalıdır. Bəli, bu zaman biz öd daşının yaranmasının qarşısını ala bilərik. Bəs öd daşı əməliyyatı keçirmiş şəxslər əməliyyatdan sonrakı prosesdə həkimə müraciət etməlidirmi və müalicə davam edirmi bu mərhələdə? Çox maraqlı sualdır. Hətta siz verməsəniz də bu barədə danışmaq istəyirdim. Çox sağ olun suala görə. Bax, elə problem də orada yaranır. Öd kisəsi çıxır. Məsələn, xəstə gəlir, biz yanma, göynəmə, ağızda acılıq, keçməyən köp şikayəti, doktor ölürəm ağrıdan, bir belə yeyirəm, elə bir dünyanı yemişəm, şişkinlik. Biz deyirik ki, mədənizə baxaq, sizdə yəqin öd qastriti var. Ay doktor, mənim ödüm yoxdur. Deyirəm ki, anam, öd kisəniz yoxdur, öd var, qaraciyərdə öd yaranmaqda davam edir. Və bir vaxtı öd kisə var idi. Siz mədədə yemək yeyirdiniz, mədədən qida keçirdi 12 barmaq bağırsağı. Əgər ehtiyac var idisə ödə, yəni yağlı qida, bayaq danışdığım mövzu, bu zaman öd kisəsindən öd porsiyalarla axırdı ora. İndi axı öd kisəsi yoxdur, öd yolu qalıb. O gecə də, gündüz də, ac da, tox da, lazım oldu, olmadı, axır. Və əgər mədə ilə 12 barmaq bağırsaq arasında olan qapaq yaxşı bağlanmırsa, mədiyə də qayıdır. Xlorid turşusuna birləşib çox şiddətli öd qastriti, qələvi reflüks qastrit, duodenogastral reflüks kimi belə tibbi dildə desə şikayətlərə səbəb olur. Yəni öd hətta ağzımıza kimi gəlib qayıda bilir. Dilin üzərində sarılıq, acılıq, səhər xoşa gəlməz qoxu kimi problemlərlə bizə xəstələr müraciət edə bilirlər. Və həmçinin də biz həmişə deyirik ki, bax öd kisəsi çıxan insanların ödü niyə çıxdı? Çünki düzgün qidalanmırdı. Çünki hər hansı bir səbəbdən indi biz o belə deyək də, o hansı ki çox az səbəblər onları çıxırıq, genel olaraq danışırıq. Yağlı yeyir, çünki kiloludur, çünki qoyun ətini çox sevir, çünki çörəyi çox yeyir və s. və ilaxır. Bu öd kisəsi çıxandan sonra bunlar daha da rahatlayırlar. Mən sizə deyim. Deyək ki, ay nə gözəl, neçə vaxtı yeyən kimi ağrımırdı. Elə mən elə yeməliyəm. Çünki rahat yeyirlər hər şeyi. Köklənirlər də. Həm də kilo alırlar, həm də ki bir də görürsən ki, aha, sarılıqla gəlib xəstə. Baxırıq ki, deyirik ki, sizin öd yolunuzda daş var. Öd yolunuzda slaç var və yaxud da palçıq var. Ay doktor, bu necə yarandı? Mənim ödüm yoxdur. Onda yenə başlayırıq izah eləməyə. Sizin öd kisəniz çıxıb. Heç nə dəyişmədiyinizə görə, həkimə müraciət etmədiyiniz öz kisəsi çıxandan sonra, cərrah işini görəndən sonra mütləq qastrentoloqa gəlməlisiniz ki, bax, cərrah şikayətdir, bu daş yaranmışdı, indi təzədən yarana bilərmi? Bəli, yarana bilər. Öd yolunda yaranır bu zaman. Öd yolu tıxanır bu zaman. Öd yolu yaxşı axmır. Hətta öd yolu tutulduğu üçün pankreatit yarada bilir. Ümumiyyətlə öd kisəsi ağrılaşması, ümumiyyətlə öd kisəsi ağrısı ilə gələn xəstə şübhələnirsə ki, burada kəskin xolestitdir, mütləq pankreası biz yoxlayırıq, pankreatiti inkar və ya təsdiq edirik. Çünki pankreatit çox vaxtı öd kisəsinin iltihabından yaranan bir problemdir. Çünki öd daşları çox vaxtı pankreatit verə bilər. Və xəstənin də kəskin ağrısı ilə pankreatitlə də əlaqədar ola bilər və bu zaman biz hətta cərrahi əməliyyatı belə pankreas sakitləşəndən sonra, pankreatit keçəndən sonra eləyirlər. Antibiotik terapiya, maye yüklənməsi və s. və axır xəstə stasionarda qalır. Pankreas, mədəaltı vəzin deməli işi normallaşır. Ondan sonraki mərhələdə bəli əməliyyat planlaşdırılır. Yəni öd kisənin çıxdı deyə rahatlaşmayın, arxayın olmayın. Sizin cərrahla işiniz bitdi. Amma həkimlə, qastrentoloqla işiniz davam etməlidir. Niyə yaranmışdı onun qabağını alaq və yaxud da yenidən yarana bilməsinin qabağını alaq. Yenidən necə qidalanmalısınız?
öd qastriti yaranmasın, mədiyə ziyan verməsin deyə onun qabağını alaq. Mən hər zaman deyirəm, orqanizmdə artıq orqan yoxdur və öd kisəsi çox vacib orqandır. Öd kisəsini çıxartmağa meylli deyiləm məsələn. Çox vaxt poliplər üzündən deyirlər ki, çıxardaq, amma buna meylli deyilik. Bir də bir şeyə toxunum. Xəyla xanım, öd kisəsində daş olmayanda da bəzən non-kalkulyoz xolestistit olur. Yəni daşsız bir öd kisəsi iltihabı olur. Bu zaman düzdür biz antibiotik terapiya edə bilərik. Biz müalicələr veririk. Bəzən keçmirsə də hidropik öd kisəsi həddindən artıq. Əgər öd kisəsi ultrasəs müayinəsi ən gözəl öd kisəsi üçün deməli müayinə üsuludur. Bizə tövsiyə edirsə də artıq cərrah da konsultasiya edəndən sonra qərar verirsə də bəzən daşsız da öd kisəsi çıxa bilir. Yəni daş yaranır iltihab. İltihab çox müxtəlif səbəblərdən infeksion amillər burada rol oynaya bilir. Həmçinin öd kisəsində belə deyim də yenə durğunluq, ödün yaxşı axmaması, mədaltı vəz problemləri, qaraciyər xəstələrində çox vaxt görülə bilər. Yəni bütün bu halların hamısı səbəb ola bilər öd kisəsində iltihaba. Bu zaman iltihab varsa infeksion amillər ortadan qalxmalıdır, antibiotik terapiya başlamalıdır. Keçmirsə də mütləq artıq göstəriş olur ki, bu öd kisəsi də çıxsın. Təbii ki, burada cərrahi konsultasiya önəririk. Qarşılıqlı konsilium nəticəsində qərar verir. Yəni öd kisəsi təkcə daş olanda çıxmır. Bir də poliplər ola biləndə çıxa bilir. Poliplər də sayına və ölçüsünə görə burada qərar verilir. Əgər bir dənə polipdir, 1 sm-dən böyüdürsə öd kisəsi çıxmalıdır. Bu xoşxassəli şişkidir yoxsa çox vaxt xolesterin polipləri olur. Amma UZI həkimləri, ultrasəs həkimləri baxanda tapa bilmirlər ki, bu xolesterin polipdir yoxsa adenomiyoz polipdir. Yoxsa adenomiyoz polip yəni gələcəkdə pis şeyə çevrilə biləcək bir polipdir. Çünki burada əsas meyar ölçü olur, ölçülür. Əgərlərim 1 sm-dən böyütürsə öd kisəsinin çıxmağı tövsiyə edirik. Əgər kiçik ölçülüdür. Məsələn 3 milli, 5 milli sayı çoxdursa da polipoz deyirik. Yəni öd kisəsində çox saylı polip 5-dən və daha artıq polip varsa, bu zaman da öd kisəsini çıxarmağı tövsiyə edirik ki, öd kisəsinin bədxassəli xəstəlikləri yaranmasın. Yəni öd kisəsinin çıxarılması təkcə öd daşlarında deyil, poliplər zamanında ola bilər, iltihab zamanında göstəriş ola bilər. Bəs bədxassəli şişdirsə əgər öddə, öd çıxarılandan sonraki mərhələdə xəstənin sağalması və bu xəstəliyin yenidən qayıtması ehtimalı varmı? Çox az görülsə də, çox vaxt proqnoz yaxşı olur. Amma yenə də xəstə takibdə qalır. Təbii ki, bu barədə onkoloqlar daha ətraflı danışa bilərlər. Onların takibdə qalması. Amma çox vaxtı elə bu polipləri məhz ona görə çıxardırıq. Əgər sadə dildə desək metastaz yayılma yoxdursa da, bu proqnozları yaxşı olur ki, sağlıqlarına qovuşurlar. Onda belə bir sual verim sizə. Ödündə problem olduğunu əgər insan hiss eləyirsə, dediyimiz kimi əlamətlər varsa, hansı müayinələr aparılmalıdır? Baxın, biz hər zaman sağlığımız üçün, xüsusən mədə-bağırsaq xəstəliklərdə tövsiyə edirik ki, 6 aydan bir ultrasəs müayinəsi olunun. Amma çox təəssüflər olsun ki, ultrasəs müayinəsinə gedirlər. Qaraciyər yağlanmam var, biraz öddə qatılıq var. Yəni qorxulu heç nə yoxdursa da bizim insanlar sakitləşirlər. Amma elə buradan başlayır elə qorxulu şeylər. Zaten öddə qatılıq varsa, bu artıq gələcəyin daşıdır. Gələcəyin məsələn polipidir. Qaraciyər yağlanması varsa, səndə polip yaranmaq ehtimalı böyükdür. Çünki altda yatan səbəblər elə aşağı-yuxarı eyni səbəblərdir. Yəni qidalanmamız düzgün deyilsə də, uzun müddət hormonal dərmanlar içənlər bax ehtiyatlı olmalıdır. Bunlar da öd problemlərinə, qaraciyər problemlərinə gətirib çıxarda bilər. Yəni belə deyim, köp, qəyirmə, ürək bulanma, xüsusən keçməyən köp şikayəti, ağızda acılıq, turşuluq, sağ qabırğanın altında ağrı, bütün bu əlamətlər varsa da 6 aydan bir ultrasəs müayinəsi, ciddi bir şey varsa da tədbir görüləcək, olmasa həkimə müraciət edəcəklər. Amma bəzən məsələn epigastral ağrı olur, mədədən şübhələnir, amma öd də verə bilir. Yəni çox xəstəliklər indi mən deyirəm ki, don geyinib gəlmirlər. Nə bilim, palto geyinib gəlirlər. Yəni çox belə qat-qat bürələnib gəlirlər. Bəzən xəstəliklərə diaqnoz qoymaq olmur. Xəstə gəlir 2 qat kəskin ağrı ilə deyirik ki, məsələn pankreatiti inkar edirik, sonra deyirik ki, bir tez baxaq görək nə ağrısıdır. Baxırıq ki, adi bir qastrit belə ağrı verib. Çünki həssasdır, biraz sinir psixoloji problemləri var. Bu zamanda epigastral ağrı ola bilər. Bəzən xəstəni müayinə etmədən epigastral ağrı ilə gələn xəstəni kardioloqa göndəririk. Belə bir hadisə olub bizdə. Elə bu yaxınlarda olmuşdu.
Xəstə gəldi, epikastral ağrı, yanma, göynəmə. Xəstədən anamnez toplayandan sonra qərar verdim ki, yox, siz mütləq kardioloqda olmalısınız. Doktor, mən Lənkəranda kardioloji şöbədə yatıb gəlirəm dedi. Onlar baxıblar, əlimdə hər şey var, məndə heç nə yoxdur, problem. Xəstəni göndərdim inat eləyərək. Təbii ki, bizdə səhv eləmək ehtimalımız belə deyim, bilə-bilə biz necə səhv eləyə bilər? Dedim, yox, mütləq kardioloq baxsın, yaxşı, 10 ay versə biz sizə baxarıq. Kardioloq müayinəsindən sonra xəstə təcili açıq ürək əməliyyatına alındı. Yəni vəziyyət bu qədər kəskin imiş, bu qədər ciddi imiş. Aradan 2 gün keçmiş, xəstəni palatada mən yanına getdim, ziyarət elədim. Üzümə baxmağı utanırdı. Nazlı xanım, siz mənim həyatımı qurtardınız. Yəni bəzən olur ki, bizim atmadığımız bir addım, eləmədiyimiz müayinə xəstənin həyatını qurtarır. Çünki xəstədən anamnez toplamaq çox ciddidir. Doğru diaqnoz həyat qurtarır cümləsi elə belə deyil. Xəstəlik yox, xəstə var. Hər epigastral ağrı ilə gələn xəstə, mədə ağrısı və ya da öz küçəsi ağrısı bilinən xəstə, o ağrı həmin orqanla əlaqədar olmaya bilər. Ona görə hər tərəfli sorğu-sual eləyib qərar vermək lazımdır. Sonda istərdim ki, izləyicilərimizə tövsiyə edərsiniz ki, hansı qidaları qəbul etsələr, onlarda bu cür problemlər olmaz. Vallahi mən özümə də, sizə də, hər kəsə tövsiyə edirəm ki, nə qədər az yesək, o atalar sözü var, səhəri yaxşı ye, gün ortanı dostunla böl, axşam düşmanına ver. Bax, elə eləsinlər, səhər yaxşı qidalanmaq lazımdır, bol proteinli. Gün orta da mütləq şorba, bir ara öğün də olar. Məsələn, işimizdən asılı olaraq fiziki aktivliyi çox olanlar ara öğünlərdən də istifadə edə bilərlər. Amma axşam öğünləri çox az kalorili, bol lifli qidalanmağı tövsiyə edirəm. Lif də meyvə tərəvəzdə qabıqlı şəkildə tükətmələri, xüsusən tərəvəz. Bizim millət meyvəni çox sevir. Maşallah, meyvə qablarımız bir belə, bir 10 kilo doldurub qoyuruq. Özü axşam saatlarında yeyirik. Amma bilmirik ki, fruktoza da şəkəri qaldırır. Bu da çox ziyanlıdır. Tərəvəzlərdən çox istifadə eləmək. Tərəvəzləri sevək. Brokoli, kələm, kələm kimilərin hamısı, gül kələmi və s. qırmızı kələm, ağ kələm, ondan sonra göyərti. Bunlar bizim stolumuzdan əsik olmasın. Yaşıllıqlar, bol liflərdir. Çünki nə qədər lif yeyiriksə, bağırsağımız o qədər sağlamdır, qəbizliyimiz yoxdur, metabolizma sürətlidir, həm də xoşbəxtlik hormonumuz da bağırsaqda əlaqədar olduğu üçün biz də xoşbəxtlik. Az yemək, çox yaşıllıq, şəkərdən uzaq və çox hərəkət. Ən azı gün ərzində yarım saat hərəkət eləyək, yürüyək. Təşəkkür edirəm Nazlı həkim, həm öz adımdan, həm izləyicilərimizin adından. Çox sağ olun, çox maraqlı mövzuya toxundunuz. Nə qədər maarifləndirmə aparsaq da görürük ki, yeni suallar gəlir, kimsə eşitmədi, yeni nəsil yerdən qalxır və yaxud da yaşlılar kimsə eşitmir, görmür. Ona görə nə qədər maarifləndirmə aparsaq, o qədər önəmlidir Azərbaycan üçün, millətimiz üçün. İzləyicilərimizə bildirmək istəyirəm ki, sizin də aşağıda əlaqə nömrəsi görəcəksiniz. Əgər suallarınız yaranarsa, Nazlı həkimə müraciət edə bilərsiniz. Bəli, mütləq cavablandırarıq. Buradan sizin efirdən izləyib hamısını cavablandırarıq. Bir əlavə də o suallar barəsində də çəkiliş eləyərik, paylaşarıq. Təşəkkür edirəm Nazlı həkim. Studiyamızın qonağı dəyərli qastrentoloq, hepatoloq həkimimiz Nazlı xanım Qasımova idi. İzləyicilərimizə bildirirəm ki, yenə Nazlı xanımla müsahibələrimiz olacaq. Çünki həqiqətən çox maraqlı mövzulara toxunuruq və bəli, söz verirəm ki, buradan da artıq biz ayda 2 dəfə çəkiliş eləyəcəyik maraqlı mövzulara. Belə maraqlı olur, insanlarımız da diqqətlə izləyirlər, məsələn, mənə elə gəlir. Ona görə davamı gəlsin. Təşəkkür edirəm Nazlı həkim. Sağ olun. Sağ olun.